Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi, Koroğlu metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir. Dövlət proqramına əsasən avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi, Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir. Avtomobil yolunda ümumi uzunluğu 2073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Bir nömrəli tunel yolun 0,8-ci kilometrində yerləşir. Ümumi uzunluğu 506 metr, eni 17 metrdir. 2 nömrəli tunel yolun 1,5-ci kilometrində yerləşir. Ümumi uzunluğu 363 metr, eni 11 metrdir. 3 nömrəli tunel yolun 1,8-ci kilometrində yerləşir. Ümumi uzunluğu 307, eni 27,5 metrdir. 4 nömrəli tunel isə yolun 2,4-cü kilometrində yerləşir. Ümumi uzunluğu 894,7 metr, eni 27,5 metrdir. Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti quraşdırma işləri davam etdirilir. Yeraltı piyada keçidlərində icra vəziyyətinə gəldikdə, birinci keçid üzrə 5%, ikinci keçid üzrə 78%, üçüncü keçid üzrə 95% işlər yerinə yetirilib. Bundan başqa layihə çərçivəsində 9899 ədəd svaylardan bugünədək 4559 ədəd, 3400 metr Rigeldən 1314 metr, 1346 metr istinad divarından 431 metri inşa olunmuşdur. Tikinti prosesi inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb. Hazırda Ulduz metro stansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Layihə üzrə ümumi tikinti işlərinin fiziki icra vəziyyəti təqribən 35% təşkil edir. Tikinti altına düşən 155 maneə, yaşayış və qeyri-yaşayış obyektləri müəyyən edilib. Onların 92% üzrə müvafiq tədbirlər görülüb. Kommunikasiya xətlərinin köçürülməsi işləri isə davam etdirilir və hazırda son mərhələdədir.